Yerin Günəş və öz oxu ətrafında hərəkəti və onun coğrafi nəticələri. Biz bilirik ki, yer Günəş ətrafında və öz oxu ətrafında hərəkət edir. Yerin Günəş ətrafında hərəkətinin nəticəsində 24 saata, öz oxu ətrafında hərəkətində 24 saata başa vurur ki, buna biz 23 saat 56 dəqiqə vaxt gedir. Buna biz bir sutka deyirik, bir gün deyirik. Amma Günəş ətrafında tam dövrəni 365 günə tam başa vurur və 4 ildən biz bunu 364 gün və ya 365 gün olmaqla, yəni fevral bir dəfə 29-dan, bir dəfə 28-dən olmaqla nə edirik? Tariximizi yaratmış oluruq. Və yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticələri var. Təbii ki, də öz ox ətrafında hərəkətinin də nəticələri var. Biz ilk olaraqdan bu gün baxırıq yerin Günəş ətrafında hərəkəti və onun nəticələrinə. Deməli, yer Günəş ətrafında bir tam dövrəni başa vurduğu müddət ərzində biz fəsillərin, illik hadisələrin baş verməsini görürük. Məsələn, fəsillərin yaranmasını görürük. Fəsillər artıq yerin Günəş ətrafında fırlanmasına yarandı. Nə bilim, gecə-gündüzün uzunluğunun dəyişməsini müşahidə edə bilərik biz. Musson küləklərinin yaranmasını müşahidə edə bilərik. Məsələn, bu kimi səbəblər, illik hadisələr nə varsa, bunlar hamısı yerin Günəş ətrafında fırlanmasının coğrafi nəticələridir. Biz burada əsas məsələ nəyə yanaşmaya baxmalıyıq? Biz Günəşin fəzada, səmada 4 dənə vəziyyətindən danışırıq ki, bu vəziyyət hansılardır? Biz bunlar keçən dəfə müəyyən qədər adlarını demişdik. 0 dərəcə ekvator xəttimiz, 23,5 şimal tropik xəttimiz, 66,5 dərəcə şimal qütb dairəmiz, 23,5 cənub tropik xətti və 66,5 cənub qütb dairəsi hesab olunur. Və burada yadda saxlayaq, rəqəmləri də qeyd edək. 23,5, 66,5. Günəşin fəzada 4 dənə vəziyyətindən danışırıq. Bu 4 dənə vəziyyəti əslində biz tanıyırıq, bilirik hansı hallardır, hansı günlərdir. 21 mart tarixi, 23 sentyabr tarixi, 22 iyun və 22 dekabr tarixləri tanıyırıq yəqin ki biz. 21 mart onsuz da hamımız çox yaxşı tanıyırıq ki, Novruz bayramının olduğu vaxtda, yəni bu. Yadda saxlayaq. 21 mart tarixində Günəş olur ekvatorda zenitdə. 23 sentyabr tarixində Günəş olur ekvatorda zenitdə. 22 iyun tarixində Günəş olur şimal yarımkürəsində, şimal tropik xətt üzərisində zenitdə. 22 dekabrda olur harda? Günəş cənub tropik xətt üzərisində zenitdə olacaqdır. Fikir versək gördük ki, bizim Günəşimiz il 12 ayı nə etdi? Bax, burada fırlandı. 21 martdan 22 iyuna qədər olan müddət nədir? 3 ay müddətidir. 22 iyundan 23 sentyabra 3 ay. Buradan bura 3 ay, buradan bura 3 ay. Cəmi nə etdi bunun? 4 dənə 3 ayımız 12 ay. Yəni 1 ilimiz. 1 il ərzində Günəş bax bu şəkildə dövr etdi burada. Yadda saxlayaq ki, Günəşin ən son zenit olduğu nöqtələr hansılardır? 23,5-lərdir. 23,5 tropik xəttlərdir. Yəni 24 dərəcənin üzərində biz Günəşin zenitdə olmağı nədir? Görə bilmirik. Hə, bunu da qeyd edim ki, biz demişdik bax onsuz zenit nədir? Zenit Günəşin 90 dərəcə bucaq altında düşməyi, yəni maksimum bucağıdır. Yəni Günəş maksimum düşmə bucağı nə qədərdir? 90 dərəcə. Yəni başımızın üzərində tam dayanırsa, bu artıq zenit vəziyyəti deməkdir. Biz Azərbaycanda məsəl üçün bunu müşahidə etmirik. Hə, və bu dərsdə də biz əsasən nəyə fikir verməliyik? Azərbaycana fikir verməliyik. Çünki Azərbaycanda yaşayırıq və burada olan hadisələri biz bilirik deyə. Ona görə də o şəkildə biz getsək daha yaxşı öyrənmiş olarıq. Azərbaycan Günəşi il boyu özündən harda görür? Cənubda görür. Bura bir dənə toxunma edin bu hissəyə. Biz hələ ki dibin testlərində falan bunu özümüzdən cənubda götürürük. Amma əslində biraz hətta bu keçən olimpiada qəbullarına da düşmüşdü. Günəşi Azərbaycan özündən şimal tərəfdə də görməsini biz şimal, şərq tərəfdə falan görməsini müşahidə edə bilərik ha. Yəni bu da yerin fəzada olan vəziyyətinin dəyişməsindən irəli gələn bir şeydir. Amma biz əsasən bax bu fikir olimpiyada düşmüşdü ha. Orada vermişdi. Əslində düzgün fikirdir. Biz bunu real həyatımızda da görə bilərik bu fikri. Amma testlərimizdə hələ ki dim səviyyəsində biz bunu tam da toxunmuruq. Deyirik ki, nədir? Biz Günəşi il boyu özümüzdən cənubda görürük. Ona görə də bizim cisimlərin kölgəsi nə olur? Daha çox şimala tərəf düşmüş olur. İndi yəqin ki, yeni testlərə falan nəsə çıxar, dəyişər. İndi ona təbii ki, toxunarıq orada biz. Yəni coğrafiyada bu cür hadisələrlə çalışın ki, barışın. Çünki daimi dəyişən bir şeydir coğrafiya. Standart bir də dayanıb qalan fən deyil. Daimi dəyişir, yeniliklər əlavə olunur daimi. Nəysə,
Biz günəşi axırıncı gördük harda? 23,5 şimal tropikində və 23,5 cənub tropikində. Yəni 24 dərəcədə, 25 dərəcədə biz günəşi zenitdə görə bilmirik. Günəş daimi bax bu arada nə etdi? Özü üçün dövr etdi, gəzdi. Və bu da təbii ki, yerdə müəyyən hadisələrin baş verməsinə gətirib çıxartdı. İndi biz nələr toxunaq burada biz? Deyirik ki, bax belə bir fikir deyir. Tropik xəttləri üzərisində günəş ildə bir dəfə zenitdə olur. Tropiklərin arasında Günəş ildə 2 dəfə zenitdə olur. Bu fikirlər düzgün fikirdir hər ikisi. Tropikdə ildə bir dəfə, tropiklərin arasında isə, ara hissədə isə nə olacaq? İldə 2 dəfə zenitdə olur. İndi oradan qayıt deyirsən ki, ay müəllim, nətər axı tropikun üzərisində Günəş ildə bir dəfə zenitdə olur. Siz axı burada bir 22 iyun tarixini göstəribsiniz. Bir də burada 22 dekabr tarixini göstəribsiniz. Axı düzgün demirsiniz. Uşaqlar, burada yadda saxlayaq ki, tropik 2 dənədir. Yəni şimal tropiki var, cənub tropiki var. Şimal və cənub tropiki ayrı-ayrı paralellərdir. Ona görə onların hərəsinin üzərisində ayrı-ayrılıqda bir dəfə zenitdə nə olur? Günəş müşahidə olunur. Amma məsəl üçün mən atıram burada 10 dərəcə şimal enliyi, eləmi? 10 şimal enliyində Günəş bax buradan başlayıb 21 martdan başlayıb şimala doğru getdiyi zaman bir dəfə zenitdə oldu burada. Sonra bura gəlib çatır və geri qayıdan zaman nə olur? Yenidən bir dəfə də burada zenitdə olur. Gördük mü? Bax bir xəttin üzərisində bu müddət ərzində 2 dəfə Günəş zenitdə olmuş oldu. Amma tropiklər fərqlidir. Biri 23,5 cənubdur, biri 23,5 şimaldır. Fərqli enliklərin üzərisindədir deyə biz onu deyirik ki, tropiklərin üzərisində Günəş ildə bir dəfə zenitdə olacaqdır. Amma tropiklərin arasında gündə nə olur? İldə nə olur? 2 dəfə zenitdə olmağını biz müşahidə edə bilərik. Bundan başqa burada hələkin nəzəri hissəsindən toxunmalı olduğumuz nələr var? Bunlara baxaq. Deyək ki, Azərbaycan yerləşir burada. Elə. 22 dekabr tarixindən 22 iyun tarixinə gedirəm. 22 iyun tarixindən 22 dekabra gəlirəm. 22 iyun tarixi deyirik ki, nə adlanır? Yay gündönümü adlanır. Yay gündönümü günü adlanır. 21 Mart yaz gecə-gündüz bərabərliyi adlanır. 23 sentyabr payız gecə-gündüz bərabərliyi günü adlanır. 22 dekabr qış gündönümü hesab olunur. Bax, bunlar adları yadımızda qalsın. Çünki suallarda bizə verir ki, yay gündönümü günü günəşin zenitdə olduğu ərazidən nə bilim Bakıya olan məsafə və ya qış gündönümü günü və ya yaz gecə gündüz bərabərliyi günü günəş falan ərazidə zenitdə olduğu ərazidən nə bilim falan əraziyə günəşin düşmə bucağı nə qədərdir? Bu tipli suallar verir deyə bizə. Ona görə adları əzbər bilməliyik. Bunu da qeyd edim ki, şimal tropik xətti xərçəng tropik xətti adlanır. Cənub isə oğlaq tropik xətti adlanır. Oğlaq, cənub, xərçəng, şimal. Yadımızda qalsın bu. Əgər qarşılasaq, belə yadda saxlayaq ki, Xəzər dənizi şimalda yerləşir, xərçəng sözü oradan yadımızda qalsın ki, Xəzər, xərçəng şimalda yerləşir. Nəysə. İndi baxırıq. Yay gündönümü günü Azərbaycanda, yəni 22 gün tarixində hansı fəsil başlayır? Təbii ki, də yay fəsli başladı bizdə. 22 iyun tarixində bizdə gündüzün ən uzun olduğu vaxtdır. Bax, şimal yarımkürəsində 22 iyun tarixində gündüzün ən uzun olduğu vaxtdır. Bu rəqəm dəyişkən bir rəqəmdir. Təxminən 14 saat, səhv etmirəmsə, Dimin kitabında bu verilməlidir. 51 dəqiqə olmalıdır, deyəsən. Əgər olar ki, dəqiqəni səhv edə bilərəm ha. Amma saat 14 saatdır. 14 saat təxminən 51 dəqiqə bizdə nə olur? Gündüzün uzunluğu olur. Bizdə ən uzun gündüzün olduğu vaxtdır. Ən uzun gündüz bizdə 14 saat 51 dəqiqədir. Amma gecə məsəl üçün bizdə ən uzun olur nə vaxtdır? 22 dekabr tarixində. Gördükmü? Bu nədən asılı oldu? Günəşin bizə yaxın və uzaqlığından asılı oldu. 22 iyunda Günəş bizə ən yaxın olduğu yerdir. Yadımızda qalsın bu fikirdə. Ona görə bizdə gündüz ən uzun vaxtıdır. 22 dekabrda Günəş bizdən ən uzaqda olduğuna görə nə olur? Bizdə gündüzün uzunluğu ən qısa, gecənin isə uzunluğu ən uzun. Hətta gündüz düşür 9 saata falan düşür onda. Yəni bax bu şəkildə yadımızda qalsın. Sonra nə edeyim buradan sizə? 22 iyun tarixindən 22 dekabra qədər olan müddət ərzində Azərbaycanda nə baş verir? Gündüzün uzunluqları artır yoxsa azalır? Gəlin baxaq. 22 dekabrdan hələ gedim mən. 22 dekabrdan başlayıram, gəldim çatdım bura. 21 marta, Novruz bayramına. Şəkərbura paxlava yeyirəm. Eləmi? 21 martda nə başlayır? Biz deyirik ki, artıq gündüzlər uzanmağa başlayır. Əslində bu 21 martda başlamır bizdə. Sadəcə biz
Onu orada daha çox hiss edirik də. Yəni 21 mart vaxtında daha çox hiss edirik. Çünki 21 martla 23 sentyabrda Günəş ekvator xəttində zenitdə olur deyə şimal və cənub yarımkürəsi bərabər işıqlanır deyə hər ikisinə 12 saat gecə, 12 saat gündüz olur. Bax 12 saat gecə, 12 saat gündüz. Buna görə deyirik ki, biz yaz gecə gündüz bərabərliyi və ya payız gecə gündüz bərabərliyi nədir? Hesab olunurlar. Gəldik 22 iyuna qədər olan müddət ərzində Azərbaycanda gündüzlər artır. Bax 22 dekabrdan 22 iyuna qədər olan müddətdə gündüz artır. Diqqətli olaq burada. 22 dekabrdan 22 iyuna nə oldu? Gündüz artdı. Amma 22 iyundan 22 dekabra qədər olan hissədə gündüzlər qısaldı. Bax buradan belə gündüz qısaldı. Biz bunu bu dəqiqə özümüz nədir? Müşahidə edirik də onsuz da. Əvvəllər məsəl üçün deyək ki, bir ay bundan əvvəl müddət ərzində nə olurdu? Bir ay olmasa, indi bir 20 gün falan da 20-25 gün təxminən bundan əvvəl biz gündüzün daha çox uzun olduğunu görürük. Amma indi baxırıq ki, təxminən bir 5 dəqiqə, 10 dəqiqə nə var? Fərq var. İndi tam hələ bunu görmürük çünki avqust ayıdır. İndi avqustdan keçəcək biz sentyabr, oktyabr görəcək həqiqətən nədir? Gündüzün uzunluğu qısalır. Bir də baxdın ki, axşam saat 6-da qaranlıq düşüb. İndi axşam saat 8-də gəlsən işdə hə işıqlıqdır, eləmi? Baxarsan ki, axşam saat 6-da qaranlıq düşdü. Bu nə vaxta qədər baş verir? 22 dekabra qədər. Çünki günəşin dəyişimi, günəşin hərəkətindən asılı olan bir şeydir. Yəni biz burada 22 iyun tarixini qeyd etmə. Biz burada baxırıq ki, günəş buradaydı. Günəş buradan başlayır, nə edir? Şimala doğru gəlir, gəlir, gəlir və bizdə nə olur? Gündüzün uzunluğu artır. Amma burada başlayan günəş nə edir? Bizdən artıq küsüb gedir. Gəlir cənuba doğru. Ona görə nə oldu? Gündüzün uzunluğu yavaş oldu. Gündüzün uzunluğu qısalmağa doğru getmiş oldu. Burada bizə qaranlıq qalan bir şey yox uşaqlar bu gecə gündüzün dəyişməsində, yəni tarix Xeyr mənə, yerində. xeyr. Yəni sadə Xeyr primitiv bir mənə. şeydir, çətin bir şey deyil bu və gündəlik həyatımızda yaşadığımız fikirlərdir. Və bunu həmişə Azərbaycan üzərisindən müqayisə edərək gedin ki, sizə rahat olsun. Yəni bizdə nə oldu? 22 gündə bizdə hansı fəsl oldu? Yay fəsli. Dekabr nə oldu bizdə? Qış fəsli oldu. Məsələn, 23 sentyabr nə oldu? Sentyabr bizdə payız fəsli başladı. Yəni 21 mart yaz fəsli başladı. Bu şəkildə nədir? Yadımızda saxlamaq lazımdır. Yəni burada qeyri-adi bir şey yoxdur. İndi bir dənə kitaba nəzər salaq görək yaddan çıxan demədiyimiz nəsə bir fikir varmı? Bunları deyəcəm. Bu şəkillərin üzərisində işləmək lazımdır. Elə gəlin buna baxaq. Bu şəkillərə diqqətlə baxaq. Bax görürsüz, burada 21 mart tarixi qeyd olunub və bizə göstərir ki, şimal və cənub yarımkürəsi bərabər miqdarda işıqlanıb. 12 saat gündüz, 12 saat nə var? Gecə var. Təbii ki də yer bütövlükdə, yəni hər tərəfdən eyni miqdarda nədir? İşıq almır. Yəni biz bunu belə görürük də. Belə deyək. Məsələn, buradan işıq salıram, bu yer kürəsidir və yer demişdik ki, bu şəkildə dayanmır, belə dayanırdı. Və görürük ki, bu tərəf nədir? İşıqlanır, amma arxa tərəf işıqlanmıyor, qaranlıqdır. Və təbii ki, də bu günəşdən asılı olur. Günəş şərqdən çıxır, buradan belə götürək. Günəş şərqdən çıxır. Gəlin işığı söndürməyək işığı. Aha. İndi görürük burada elə bir ki, cin zad çağırıram. Və görürük burada biz belə görə bilirik. May Allah. Bəli mənim, bəli. Ha. Görsənir, görsənir. Bəli, Rahat görsənir. görsənir. Biz arxa tərəf görürük ki, qaranlıqda, amma ön tərəf işıqlı. Bax, günəş şərqdən çıxır, yer kürəsi fırlandı belə. Günəş şərqdən çıxdı belə bu şəkildə. Nə etdi? Yavaş-yavaş, yavaş-yavaş işıqlandırdı. Məsəl üçün, Yaponiyada, nə bilim, orada Koreyada olsun, Kim Chen orada səhər-səhər durub yemək yeyəndə, əli burada nə edir hələ? Axşam yatmağa hazırlaşır. Gördükmü? Yəni, bu tərəf qaranlıq olduğuna görə, işıq düşməyinə görə. Yəni bu şəkildə gedir və yer də bu şəkildə devamına görə biz artıq yerdə həmin bu prosesi görürük və günəş ekvatorda olan zaman fikir versək görərik ki, hər tərəf nə olur? Bərabər şəkildə işıqlanır. Bax, görsən, hər tərəf bərabər işıqlandı. Günəş cənuba keçən zaman fikir veririk uşaqlar. Yuxarı tərəf nə oldu? İşıq düşmədi. Qaranlıq qaldı. Günəş şimala keçən zaman nə oldu? Aşağı tərəfə, cənub tərəfə, yəni işıq düşmədi, cənub tərəf qaranlıq qaldı. Və bu şəkillər bizə eyni bunu göstərirlər ha. Bax burada günəş ekvatorun üzərisində müşahidə. Günəş ekvator zenitdədir deyə şimal-cənub bərabər işıqlandı. Bax bu cədvələ şəklə baxanda mən bilməliyəm ki, 22 iyundur. Hardan bilirəm bunu? Nəyə fikir verməliyik biz? Bizdə uşaqlar qütüb gecə gündüzü adlandırdığımız bir anlayış var. Şimdi toxunaq buna. Qütüb gecə gündüzləri. Oraya birdən qabağımıza bir məlumat çıxır ki, nə bilmək şeydir, gecənin olmadığı vaxt, yer.
Gündüzün olmadığı yer. Belə bir şey. Bu əslində səhv bir, yanlış bir anlaşılmadır orada. Heç bir yerdə, yer üzərisində, heç bir yerdə 1 il 12 ayın 12-sində də şey olmur. Gecə və ya gündüz olduğu bir yer yoxdur. Bu bölünür. 6 ay 6 ay olmaqla bölünür. 6 ay gecə, 6 ay gündüz məsələsi var. Qütblərdə biz şimal coğrafi qütbündə və cənub coğrafi qütbündə 6 ay gecə və 6 ay gündüz nədir müşahidə edə bilərik. Buna biz qütb gecələri və qütb gündüzləri deyəcəyik. Bax, məsəl üçün bu tarixdə 22 iyun tarixində Günəş şimal yarımkürəsindədir. Fikir verirsiniz, bax bu qırıq-qırıq xəttdə görürsünüz də. Bura 66,5 dərəcə şimal enlidir. 66,5 şimal enliyinə 90 dərəcəyə qədər olan aralıqda nə olub? Qütb gündüzü baş veribdir. Bu şəkildə baxıram mən, bura baxıram. Bu şəklin bu hissəsinə. 66,5-dən 90-a qədər olan hissə nə olubdur? Gecə olubdur. Qütb gecələri müşahidə olunubdur. Bu günəşin zenit vəziyyətindən sonra dəyişir. Yəni ki, gəlin bunu biz digər şəklin üzərisində burada gəlin mən şəkli çəkməyəm. Gəl bu şəklini mən skrin edeyim, götürəm ki, hər dəfə bunu çəkməyəm. Aha, bunu qeyd edək biz yenidən. Deməli 23,5, 23,5, 66, 66. Hı. Baxırıq. Bu Günəş burada zenitdə olanda, 23,5-in üzərisində zenitdə olanda burada olur qütb gündüzü. Çünki Günəş şimal yarımkürəsindədir. Ən uzun gündüz şimaldadır hal-hazırda. Qütb gündüzü olur. Bax burada 24 saat nə olacaq? Gündüzlər, qütb gündüzlərini 24 saat biz müşahidə edə bilirik. Yəni 24 saat qütb gündüzü dediyimizdə biz tam olaraqdan tam gündüz formasında görmürük. Yəni biraz alatoranlıq olur təbii ki də. Biz bunu Norveçdə falan Rusiyanın şimal hissələrində, İsveçin şimal hissəsi, Finlandiyanın şimal hissəsində görə bilirik bu hadisəni ki, nə burada məsəl üçün 24 saat nə baş verir? Gündüz baş verir. Sən belə 24 saat tam gündüzün olmağı ilə 66,5 dərəcə və enliyin üzərisində biz bunu görürük. Nə vaxtı? 22 iyun tarixində görürük. Və bu gündüzlər belə yanaşma aparın siz buna ki, həmişə 90 dərəcə bu qütbdən başlayıb elə bil ki, cənuba doğru gəlir. Qütbdən başlayıb cənuba doğru nə edir? Gəlir. Bax bu gündüzdə yadımızda qalsın. Ən son nöqtəsi 66,5. Yəni 66,5-dən aşağıda məsəl üçün 60 dərəcədə biz qütb gündüzünü görə bilərikmi? Təbii ki də yox. Yəni bunun ən aşağı yeri 66,5-dir. Çünki günəşin ən yuxarı qalxdığı yerini yuxarı deyirəm, biraz elmi cümlə alınmır bu təbii ki də. Ən şimala qalxdığı yer 23,5-dir və qütb gündüzünün də gecəsinin də müşahidə olunduğu ən aşağı, yəni ən cənub hissəsi 66,5 dərəcə hesab olunur. İndi gəl baxaq. 23,5 dərəcə şimal enində günəş zenitdə olan zaman niyə görə 66,5 dərəcə enlikdə qütb gecələri biz müşahidə etdik? Günəşin düşmə bucağının hesablama qaydası var. İndi bunu bilən izah edəcəm birazdan hələ. İndi gəl burada bir dənə bunu sərt şəkildə deyim. Bax burada günəş zenitdədir. Yəni 90 dərəcə bucaq altında düşür. O zaman bura günəşin düşmə bucağı nə qədərdir? Bunu hesablayanda. Yarımkürə fərqlidir deyə nə edirəm? 66,5 ilə 23,5-i toplayıram. Edir nə qədər? 90 dərəcə. Aldığım dərəcəni həmişə nə etməliyəm? Bu 90 dərəcədən çıxmalıyam. Bax bu 90-dan çıxmalıyam. 90 çıxsın 90. Neçə qaldıq? 0. Sıfır məncə. Yəni bura günəşin düşmə bucağı artıq yoxdur deyə. Bax buradan aşağıda heç bir yerdə yoxdur. Məsəl üçün götürürəm 70 dərəcə cənub enliyi. Görək 70 cənub enliyi günəşin düşmə bucağı nə qədərdir? 23,5 şimaldayam. 70 də cənubdayam. Bu nə qədər edir? 93,5. 90-dan çıxıram, 93,5 nə qalır? Mənfi 3,5. Yəni görürükmü? Günəşin bura düşmə bucağı yoxdur deyə. Biz burada qütb gecələrinin var olmasını dedik. Amma şimalda biz bunu təbii ki görmürük. Gəl baxaq şimal üçün. Günəş burada zenitdədirsə, bura düşməsini hesablamalıyam. Eyni yarımkürə deyə çıxıram. 66,5-dən çıxıram. 23,5-ə neçə qalır? 0, 3, 4, 43 dərəcə. 90-dan çıxıram 43 dərəcəni. Qalır nə qədər? 47 dərəcə. Yəni bax bu məsəl üçün bizim şimal qütb dairəsində günəşin maksimum düşmə bucağı da hesab olunur ki, 47 dərəcə bura maksimum nə olur günəş üçün? Bax qütb gecə gündüzü bu şəkildə yarandı. İndi biz həmin bu qrafiklərə fikir veririk. Bax bura testlərə sual düşür buradan. Məsəl üçün nə düşür sual? Sənə verir bu qrafiki, verir. Deyir ki, bu qrafikə aid olan xüsusiyyətləri tap ilə. Belə sözlər deyir. Məsəl üçün deyir, Bakıda yay fəslidir. Sən indi bilməlisən ki, bu qrafik hansı şeyə aiddir, tarixə aiddir. Bunun üçün nəyə baxmalıyıq biz? Bax, həmin bu qütb dairələrinə fikir verməliyik, yadımızda qalsın. Qütb dairələrine fikir verən zaman görürük ki, nə üçün bura gündüzdürsə, açıqlıq verilibsə, aydın şəkildə verilibsə, demək burada 22 iyun tarixli günəş şimaldadır.
Yox, belə məsəl üçün görsən cənub tərəfinə verilib, gündüz verilib, şimal tərəf qaranlıq verilib. Yəni qış yazıb, yay yazıb. Ha. Düz orada şəkildə bizə qış yay vermir onsuz da. Demək bu 22 dekabrdır. Günəş cənubdadır. Cənub qütb dairəsində nə oldu? Qütb gündüzü oldu. 22 dekabrda cənub qütb dairəsində qütb gündüzü, şimalda isə qütb gecələri müşahidə olundu. 22 iyunda şimal qütb dairəsi daxilində, yəni 66,5 ilə 90 dərəcə arasında qütb gündüzləri, cənub qütb dairəsi daxilində isə qütb gecələrini biz müşahidə etmiş olduq. İndi buradan yəni müxtəlif tipli suallar bizim qarşımıza çıxacaq. Təbii ki, testlərdə biz bunu görəcəyik. Mənim sınaqlarımda falan da görəcəyik. Bunları biz orada hamısını işləyəcəyik. Buradan məncə nəzəri hissədən sizə deyəcəklərim bunlardır. Hə, bir də işxanma quşaqları, toxunaq uşaqlar. Bu haqda keçən dəfə mən sizinlə danışmışdım onsuz da. 5 dənə işxanma quşağı var idi. Bax bu günəşin vəziyyətinə asılı olaraq dəyişir. 23,5-lərin arasında yerləşir tropik işxanma quşağı. Bu aralıqda yerləşirdi mülayim. Bu isə qütb. 2 dənə qütb, 2 mülayim, 2 qütb, bir dənə tropik olmaqla 5 dənə işxanma quşağı var. Ekvator işxanma quşağı deyilən bir şey yoxdur. Ha, tropik işxanma quşağıdır orada. Və burada təbii ki, də fəsillərin yaranmasına bunun təsiri var. Tropik işıqlanma qurşağı, yəni 23,5-lərin arasında yerləşən ərazilərdə biz bir dənə fəsli görürük, yay fəslini görürük. Biz 66,5 ilə 90 dərəcənin arasında bir dənə qış fəslini görürük. Amma 66,5 ilə 23,5 arasında 4 fəslin 4-ünü də biz müşahidə edə bilirik. Yəni bu aralıqlarda iqlimə görə təbii ki, dəyişir, iqlimdə biz onu deyəcəyik onsuz da. Yəni mülayim işğalma qurşağı daxilində biz bunu görürük. Niyə görə? Çünki tropikdə həddindən artıq isti olur deyə il boyu yay fəsli olur. Qütbdə həddindən artıq soyuq olur deyə il boyu qış fəsli olur. Yəni qütbə və tropikə, ekvatora nədir? Günəşin düşmə bucağı müxtəlifdir deyə bu dəyişəcəkdir. Amma mülayimdə biz normal düşür deyə 4 fəslin 4-ünü də aydın şəkildə müşahidə etməyimiz mümkün. Məsələn biz nə bilim deyək ki, Ərəbistan yarımadasında deyəkmi, yox, oranı deməyək. Somalidə yaşayan bir insan, oradan çıxmayan bir insan, televizoru olmayan bir insan, telefon olmayan bir insan hələ qar görməyib. Qarın nə olduğunu bilmir bəlkə də. Başa düşdükmü? Yəni, çünki orada yoxdur. Orada il boyu yay fəsidir. Yəni, ged ora, məsəl üçün bizdə yanvardır, deyilmi? Orada da yanvardır. Ay həmən aydır, ha. Amma orada yaydır. Oranın yanvarı yaydır. Bizim yanvarımız da ki, heç nə, qışdan, soyuqdan donub qırılıb batır buralarda. Ümumiyyətlə qış olmur yoxsa necə? Hələ ümumiyyətlə qış olmur da, il boyu yay olur. Niyə insanların ilk yayılma, insanların ilk yaranma vaxtı yerlərini falan görsən ki, həmişə Afrika falan verirlər ki, çünki isti ərazilər olub axı oralar. Orada insanlar ilk dəfə məskunlaşmağa başlayıb, sonra digər ərazilərə, digər qitələrə yayıb daha doğrusu. Bu da məsələ hissəsidir. Məsələ hissəsində düstur var. Düstura fikir vermirik. Mən nə deyirəmsə, ona fikir veririk. Düstursuz şəkildə yerin öz ox ətrafında fırlanmasına qədər olan hissəni nə edirik? Öyrənirik. İndi gəlin baxaq nələrə. Bunların məsələ hissəsinə. Ümumiyyətlə uşaqlar, bunu da qeyd edim. Yəni günəşin düşməyi hər enliyə müxtəlifdir. Hər enliyə günəşin düşməsi müxtəlifdir. Əgər mən bir enliyin üzərisində yerləşən iki nöqtə qeyd edirəmsə, abi, bunlara günəşin düşməsi eyni olar. Bir meridian üzərisində iki nöqtə qeyd edirəmsə, abi, bunlara günəşin düşməsi müxtəlif olur ha. Yadda saxla, bir meridian üzərisində yerli vaxt, qurşaq vaxtı eyni olur. Bunu biz keçəcək gələn dərsdə. Bir paralel üzərisində günəşin düşmə bucağı, iqlimimiz, nə bilim, bunlar əslində nə olur? Eyni şəkildə olacaqdır. Atmosfer təzyiqində, lakin biraz absurd fikirdir, düzgün deyil əslində o. Nəysə, hə, bu nə olur? Eyni olacaqdır deyəcəksən. Məsəl üçün, mənim qütbümdə niyə hava soyuqdur? Çünki bura günəşin düşmə bucağı kiçikdir. Belə düşünsək biz, günəş burada olan zaman bura düşür 90 dərəcə bucaq altında. Amma bura nədir? Daha kiçik bucaq altında düşür. Ona görə qütblər nə olur? Daha soyuq bir ərazi hesab olunacaqdır. Və yadda saxlayaq nələri biz? Günəşin zenit vaxtı dediyimiz 90 dərəcə bucaq altında düşməyidir. İndi mənə sual verir. Deyir ki, ekvator xəttində günəş zenitdə olan zaman Bakıya günəşin düşmə bucağı nə qədərdir? Nə edirik? Həmişə bu şəkli çəkirik. Bax, verilən çəkirik həmişə ha. Ekvator xəttində günəş zenitdədir. Ekvator xəttini çəkdim. Zenit vəziyyəti üzərisində qeyd elədim. Bakının enliyini çəkdim. Burada bizə uzunluq lazım deyil. Enlik lazımdır bu hissədə bizə artıq. Və hesablayıram. 90 dərəcə çıxılsın. Niyə görə 90 çıxılsın deyirəm ha? Çünki günəşin düşmə bucağı ən böyük bucağı 90 dərəcə bucaqdır. Və 90 dərəcədə nə edirəmsə axırda çıxmalıyam. Nə etdimsə edim, axırda nə etməliyəm? 90-dan çıxmalıyam. 90 çıxılsın.
Bu iki məntəqə arasındakı məsafə nə qədərdir? 40 dərəcə. 40 bərabər neçəyə? 50-yə. Bəli. Məsəl üçün, Günəş 10 dərəcə cənub elində zenitdə olan zaman Bakıya düşmə bucağı nə qədərdir? Çox sadə bir şeydir. Baxıram, Günəş burada zenitdədir. Bakıya düşmə bucağını hesablamalıyam. Baxıram aradakı məsafəyə. Aradakı məsafə nə qədərdirsə ona baxırıq. Bu 50 tam mənim. qədərdir? 50 dərəcədir. Nə edirəm? Müxtəlif yarımkəsrdə toplayıram, 90-dan çıxıram. Eyni yarımkəsrdə çıxıb 90-dan çıxacam. 90 çıxılsın neçə? 50. Bərabər nə qədər? 40 dərəcə. 10 şimal elində günəş zenitdədirsə, bura düşməsi nə qədərdir Bakıya? Baxıram. Eyni 30, yarımkəsrdə deyə çıxıram. 40-dan çıxıram, 60. 10 qalır 30 dərəcə. 90-dan çıxıram 30-u, bəli, qalır neçə dərəcə? 60 dərəcə. İndi gəlin bunun bir, yəni real şəkildə biz biraz yanaşma aparaq. Görək ki, bu niyə belə oldu? Belə bir fikir irəli sürək. Məsəl üçün götürürəm, deyək ki, nə bilim, Cavid dayanıb burada. 10 cənub enliyində. Mən də dayanmışam Bakıda. Cavidə zəng edirəm ki, ay Cavid, olduğun yerdə günəşin düşmə bucağı nə qədərdir? Cavid də deyir ki, müəllim, günəş düz başımın üzərindədir, öz kölgəmi görə bilmirəm. Deyirəm ki, aha, onda sənin üzərindəsə bu demək 90 dərəcə bucaq altına düşür. İndi Cavidə günəşin düşmə bucağı nə qədər oldu? 90 dərəcə. Mən Caviddən nə qədər uzaqdayam? 50 dərəcə mənim. 50 dərəcə. İndi Cavidin üzərindən Bəli. 90 düşən günəş nə olmalıdır? Mənə Caviddən 50 dərəcə az düşməlidir. Olmalıdır nə qədər? 40 dərəcə mənim. 40 dərəcə. Vsyo. Başa düşdük bunu. Bax bundan söhbət gedir ha. Bəli. Və 10 şimal elindədir Cavid deyək ki, nə? Burada günəş zenitdədirsə, mən deyirəm Cavidə baxıram ki, mən Caviddən nə qədər uzaqdayam? 30 dərəcə. Demək günəş mənə nə olmalıdır? 30 dərəcə Caviddən az düşməlidir. Başa düşdük bu hissəsini. Sonra məsəl üçün indi belə bir dənə sual deyək. E, Qış gündönümü günü Bakıya günəşin düşmə bucağını hesablayıram. İndi qış gündönümü nə vaxtdır? 23,5 dərəcə cənub tropikində günəşin zenitdə olduğu vaxt, yəni 22 dekabr tarixidir. 22 dekabr tarixində Bakıya düşmə bucağını hesablayıram. Baxıram ki, fərqli yarımkədir toplayıram, edir 63,5, çıxıram 90-dan qalır nə qədər? 26 mənim. 26,5 dərəcə qalır. Ha, bu bizim minimum düşmə bucağımız hesab olunur. Gəlin elə buna toxunaq biz buradan. Minimum bir də maksimum düşmə bucağı hesablayırıq. Uşaqlar, əgər bir məntəqəyə mən günəşin maksimumunu hesablayıramsa, bu günəşin həmin məntəqəyə ən yaxın olduğu tarixdir. Azərbaycana deməyim, bu yalan olar bu fikir, Bakıya günəşin maksimum düşmə bucağını hesablayıramsa, Bakıya günəşin ən yaxın olduğu tarixə baxmalıyam. Yəni 22 iyul tarixinə. Günəşin şimal tropikində zenitdə olduğu vaxtda. Minimumunu hesablayıramsa, mən hara baxmalıyam? Ən uzaq vaxtına. Yəni ki 23,5 cənub elinə, 22 dekabr tarixinə baxmalıyıq. Baxıram indi. Biz dedik ki, günəş şimalda zenitdə olan zaman, burada olan zaman bu aradakı məsafə nə qədərdir? 40-dan çıxıram 23,5-i qalır nə qədər? 16,5 dərəcə. 90-dan da çıxıram 16,5-i qalır nə qədər? 73,5. Yəni 73,5 dərəcə mənim Bakıya, bax diqqətli olaq ha, Bakıya maksimum düşmə bucağıdır. Azərbaycana yox ha, Bakıya maksimum düşmə bucağıdır. Bəs minimum nə qədərdir? Fərqli yarımkədə 26 mənim. Gram 90-dan qaldı bəli 26,5 də mənim minimumdur. Yəni mən günəşi ən aşağı 26,5, ən yuxarı isə 73,5 bucaq altında görürəm. Mən heç vaxt günəşi 90 bucaq altında görmürəm. Başa düşdük? Bakıda bunu görmürük. İndiyə görə mən uşaqlar Bakı və Azərbaycan olaraq ayırtdım orada sizə. Çünki belə bir şey var da. Bakı dediyim 40 şimal enliyidir. Azərbaycan dediyimin şimal hissəsi 41 dərəcədir, cənub hissəsi 38 30. dərəcədir. Azərbaycan, yəni şimalla cənubu fərqlidir. 40 şimal enliyinə günəşin düşmə bucağı 73,5-dir. Eləmi? 1 dərəcə yuxarı qalxdım. Nə olacaq? Yəni günəşdən 1 dərəcə uzaqlaşdım. Olacaq neçə dərəcə? 72,5. Burada nə etdim? 2 dərəcə günəşə yaxınlaşmışam. Olacaq nə qədər? 75,5. Yəni Azərbaycana günəşin düşməsində 72,5-i görə bilərik. 75,5-i görə bilərik. Amma Bakıda maksimum 73,5-dir. Azərbaycanda maksimum 75,5-dir. Yəni, bu dəyişə bilər. Buna diqqətli olaq. Bu belə. Sonra belə bir sual verir məsəl üçün bizə. Deyir ki, 10 dərəcə, 10 dərəcə olmasın, olsun, 10 dərəcə olsun. 10 dərəcə şimal enliyində günəş zenitdə olarsa, 10 şimal enliyində günəş zenitdə olarsa,
Hansı məntəqəyə günəş məsəl üçün düşər 70 dərəcə buzaq altında? Belə bir sual verir. İndi burada biz karıxdırır. Bayaqların bizə həmişə əksini verirdi bunun. Onu tapmaq asandır. Bu bizi karıxdırır. Bunun üçün də şu var. Ekvator xəttini çəkirik. Nə çəkirik? 10 şimal enliyinə 90 dərəcə buzaq altında düşür. Yəni günəş zenitdədirsə, harda 70 buzaq altında düşə bilər. Yadda saxlayaq. Günəş əgər bir məntəqədə zenitdədirsə, iki yarımkürənin ikisində də günəşin düşmə bucağı var. Biz məsəl üçün bayaqları hesabladıq da. Dedik ki, günəş Bakıda ekvator xəttində zenitdə olan zaman Bakıya düşmə bucağı nə qədərdir? Yəni bu sırf şimal üçün keçərli deyil. Bizə düşdü nə qədər? 50 dərəcə, eləmi? Bu cənubda da eynidir. 40 cənub enliliyə düşmə bucaq nə olacaq? 50 dərəcə olacaq. Bax, buna diqqətli olaq. Və bu şəkildə bizə sual veriləndə artıq ki, hardasa bir məntəqədə günəşin zenitdə olmağını verib, hansısa bir enliyə günəşin 70 buzaq altına düşməyin soruşan zaman. 10 şimal enlinin cənubundan bir dənə xətt çəkirəm. Bir dənəsində şimala çəkirəm. Çünki hələ bilmirəm ki, hansı yarımkürədəyəm. Bunu çəkdim və üzərisində 70-i qeyd etdim. Bunun üzərisində 70-i nə etdim? Qeyd etdim. Çünki bizə həmişə, bax, bu aşağıda götürürəm. Bu 3 dənə rəqəm bizə nədir? Lazımdır. Və yaxud da bu yuxarı götürürəm. Bu 3 dənə rəqəm bizə lazımdır ki, bu 3 dənə rəqəm biz gözümüz görsün və nə edək? Onun üzərisində işləyək. İndi mən bunun üçün hesablayıram. Bu x məntəqəsi, bu da y məntəqəsi olsun. X üçün hesablayıram. Yenə eyni vəziyyəti almışammı? Almışam. Burada bucaqdır, amma enliyimizin biri yoxdur. Bayaq da enlik var idi, bucağın biri yox idi. Nə edirəm? Bucaqdan bucağa çıxıram. 90-dan çıxıram 70-i. Qalır nə qədər? 20. Hə. Aldığım bucağı enlikdən çıxıram. Ha, da böyüyə kiçiyə baxmıram. Bu böyükdür, böyükdən kiçiyi çıxım. Nə varam? Elə şeyə baxmıram. Aldığım bucaq nədirsə çıxıram enlikdən. 10 dərəcə çıxıram 20. Qalır neçə? Mənfi 10. Eləmi? Deməli, bu mənfi 10-dursa artıq bura nəymiş? Cənub yarımkürəsi imiş. Mənfi olanda cənub götürün, müsbət onda şimal yarımkürəsini götürürsünüz. Ha. İndi gəl yoxlayaq. Görək düzdürmü? Görək düzdür indi. Əgər günəş 10 şimal enində zenitdə olarsa, 10 cənub enində günəşin düşmə bucağı nə qədərdir? Çünki bu bizim ən asan variantımızdır axı. Hesablayırıq bunu. 10 şimal enində günəş zenitdə olan zaman bura düşmə bucağı nə qədərdir? Baxırıq. 90 dərəcədən çıxıram. Fərqli yarımkürədir deyə bunları toplayıram. 10 üstə gəlsin 10, 20 bərabərdir 70. Həqiqətən də biz 70 almışdıqmı bayaqlarımda? Burada biz həqiqətən də 70-i nə etmişdik? Almışdıq. Demək nə etmişik? Lütbədən düz tapmışıq. Yəni minimum düşmə bucağı, maksimum düşmə bucağı bir dəkin fərqli şəkildə bunu biz həll edirik. Burada qeyri-adi bu suallarda qeyri-adi bir şey yoxdur, yəni. Ya sənə günəşin zenitdə olduğu enliyi verib hansı bucaq altında düşməyini soruşur, ya da ki günəşin düşmə bucağını verib sənə günəşin harda zenitdə olmağını soruşa da bilər. Yəni bunu da edə bilər, gəl buna da baxaq elə. Məsəl üçün 10 cənub enliyində ekvatoru yenə çəkdim. 10 cənub enliyində günəşin düşmə bucağı 60 dərəcə olarsa, günəş harda zenitdədir? Bunda təbii ki, yenə 2 dənə rəqəm var, bir rəqəmimiz yoxdur. Yenə nə edirəm? Şimalda və cənubda bir xətt çəkirəm. X, Y qeyd etdim yenə, eləmi? Günəşin zenit vəziyyəti nə deməkdir? 90 bucaq altında düşməkdir. Yenə 90 dərəcəyə yazdım bura. Nə ayırıram? 90-dan çıxıram 60-ı, qalır nə qədər? 30 dərəcə. Aldığım bucağı yenə eyni şey yazıram. Yəni yenə enlikdən çıxıram. 10 dərəcədən çıxıram 30-u, qalır nə qədər? Mənfi 20. Demək bu Yəni 20 həmişə şimal, enlikdən çıxırdı. 20 şimal. Nətəri? Deyirəm həmişə enlikdən çıxırıq da. Həmişə enlikdən çıxırıq, bəli, hə. Yəni bizə dərdə bucaqla bucağı hesablayırsan, enliklə enliyi hesablayırsan. Yəni bu tip sualda artıq həmişə enlikdən, rəqəm böyükdür, kiçikdir baxmalı deyirsən. Həmişə enlikdən çıxırsan. Çünki əgər kiçik olanda artıq mənfi artırsa, o zaman mənfi keçir cənub yarımkürəsinə və demək nədir? Aynen. Məntəqə cənub yarımkürəsində günəşin zenitdə olduğunu bizə göstərir. Başqa buradan nəsə bir fikir yoxdur məncə. Çünki testə baxmaq lazımdır əslində. Testin üzərisində suallara baxmaq lazım idi. Baxmaq üçün bu tip suallar var. Buradan mən sizə bir dənə bunu deyim. Belə görmüşkən hələ ki deyə. İndi qalanı testin üzərisində də izah edərik də, orada da izah verərik. Belə bir şey verirlər, sxem verirlər bizə. Bu sxemlərdə yadda saxlayaq. Bu elə bir ki, yer kürəsinin yarı hissəsidir. Bax, buradan bura olan məsafə elə bil ki, 180-dır. Buradan aşağıdan çəksəm, 360 tam kürəmiz alınardı. Burada yadda saxlayırıq. Günəşin çıxma vaxtı var. Səhər 6:00. Bax, bu rəqəmə yadda qalsın. Bu səhərdir. Səhər tezdəndir. Günəş çıxan vaxtıdır. Şərti olaraq belə götürürük, yəni ki.
Amma məsəl üçün bu dəyişə bilən bir şeydir, değil mi? Məsələdə, sualda dəyişə bilən bir şeydir. 12:00 biz götürürük günorta vaxtını. Günorta üstüdür. 18:00 axşam çağıdır. 24:00 və yaxud da ki 00 gecə yarı hesab olunur. Bax, burada günəş şərqdən çıxır. Burada saat 6:00-dur. Burada 12:00-dur, yadda saxlayaq. Burada isə axşam 18:00-dur. Günəşin batma vaxtıdır. Yəni biz bunu bu şəkildə 6 saat, 6 saat nə etdik? Bölmüş olduq. Bunu mən məsələn bir də ortadan belə bölə bilərəm. Bura olar artıq 3 saat, 3 saat bölərəm. Yəni bura olar artıq 9:00. Bura olar neçə? 15:00. Bunu aydındır biz suallar işləyəndə təbii ki də sualların da üzərisində nə edəcəyik? Bunları müzakirə edib orada daha tam aydın olacaq bizə. Hələlik deyərəm, danışaram. Əslində sadəcə olaraq gecdir, saat 12-dir artıq. Bundan sonra danışmaq istəmirəm. Yoruldunuz siz də. Hə, buradan hələkin bunlardır. Bu nəzəri suallarda və qışmaqdan cavab meyillik məsələsi var. Məsəl üçün ona baxmalıyıq biz. Var. Gələcək dərsdə də ki, inşallah yenə də suallar üzərisində baxarıq.